Bu Hilton Otel, Zərfəliyev küçəsi. Bu da Bego mərkəz, biznes mərkəz. Demək bu Bego'da işləyənlər çıxırlar sigaret çəkməyə. Biraz bax bu tərəfdə kuluka qoymuşam. Yəni kulukalar ara məsafəsi olmaq şərti ilə qoyulur da burada. 30-40 metr obuz kuluka ilə ara məsafə var. Burada kuluka yanır. Amma buradan çıxıb o bəzi özünü ağıllı sayan, nə deyim, nə ad qoyun buna, çıxır gəlir dayanır burada, bu birisi tərəfdə. Sigareti çəkir, sonra da basır bu dövlət binasının ağlayına. Sigaretlər var, düzüblər bura. Bu qara ləkələr hamısı sigaretlərin söndüyü yerdir. Mən bunlara bildirməkdən mən də bezmişəm. Mən neyinin bunlarla, nətər eləyir bunlarla? Bunlar haçan cərmələnəcək, bunlar haçan tutub, yəni qulaqları burulacaq ki, bu hərəkəti eləməsinlər bunlar. Bunu eləyən adam, sən hansı ağıldasan, hansı düşüncədəsən?